bir ünsür çıxır, talışların ünvanına, ağzına gələni deyir, söyür, təhqir eləyir və həmən o söyən zamanlarda da hüquq mühafizə orqanları səssiz qalır. Rızaev Kamranın atası adamı aparır, Rızaev Kamranın atası Rızaev Şücaət aparır adamı öz üsulunda, öz qaydalarını cəzalandırır. Biz bundan danışdıq, təqdir eləmədik. Dedik ki, Rızaev Şücaət yanlış eləyib, əsəblərinə hakim ola bilməyib, səbirsizlik eləyib, amma adamı bütün hallarda Rızaev Şücaət aparıb, dəyərli dostlar. Rızaev Şücaət adamı döyüb və Rızaev Şücaət üzr istətdirib. Nə vaxtdan atanın törətdiyi cinayətə görə oğlu cəzalandırırlar? Vətən müharibəsi iştirakçısını cəzalandırırlar. Bu nə vaxtdandır? Bu hansı zamandandır? Bunu da bizim dövləti idarə edən vicdanlı şəxslərin diqqətinə çatdırırıq.